Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün biz miqvə sertifikasiyaya düşən əsas mövzulardan biri fiziki hərəkətlərin növləri və əsas formalarını öyrənəcəyik. İlk öncə fiziki hərəkətlər, ümumiyyətlə fiziki hərəkətlər təmrinlər adlanır. Təmrinlər. Fiziki hərəkətlər hamısı təmrinlər adlanır. Fiziki hərəkətlər harda istifadə olunur? Soruşsa testdə hərəkə qabiliyyətlər zamanı biz bilirik ki, 6 hərəkə qabiliyyət var. 6 hərəkə qabiliyyət var. 6 hərəkə qabiliyyəti reallaşdırmaqdan ötəri biz fiziki hərəkətlərdən istifadə edirik. Bu fiziki hərəkətlər vasitəsilə biz 6 hərəkə qabiliyyəti reallaşdırırıqsa, bu olunan bütün hərəkətlər təmrinlər adlanır. Deməli, yadımızda qalsın ki, təmrin anlayışı fiziki hərəkətlər toplusu deməkdir. Hərəkətlər toplusu. Təmrinləri bildik. İndi ümumiyyətlə fiziki hərəkətlər bir neçə qrupda təsnif olunur. Fiziki hərəkətlərin təsnifatı var. Bu nə deməkdir? Yəni istiqamətlərinə görə təsnif olunur. Məsəl üçün, anatomik əlamətlərinə görə var hərəkətlər, fizioloji əlamətlərinə görə, bir də istiqamət əlamətlərinə görə. Anatomik əlamətlər, Anatomik əlamət o deməkdir ki, bədənin hansı hissəsini hərəkət elətdirir. Məsəl üçün, deyək ki, kürək. Bu kürəkdirsə, kürək əzələlərinin inkişafı üçün biz hərəkətlər etməliyik. Yalnız kürək əzələsi üçün. Kürək əzələmizi inkişaf etdiririksə, ümumiyyətlə biz anatomik əlamətlər deyəndə bədənimizin hər hansı bir hissəsinin əzələlərinin inkişafı üçün olunan hərəkətlər nəzərdə tutulur. Məsəl üçün, deyək, kürək yox, olsun boyun hərəkətləri, boyun və yaxud olsun aşağı ətraf və ya bədənin ön arxa əzələsi, ön və arxa əzələsi. Yəni, anatomik əlamətlər deyəndə bədənimizin hər hansı bir hissəsinin ona aid fiziki hərəkətlərlə inkişafı deməkdir. Anatomik əlamətlər bir istiqamətlidir. Bunu da belə başa düşdük. İndi deyək ki, anatomik əlamətlərə aid hərəkətlər, məsəl üçün, belə deyim, biz yalnız aşağı ətraf əzələlərini inkişaf elətdirmək istəyiriksə, yalnız aşağı ətrafın əzələ qruplarının hamısının inkişafı üçün yerinə yetirilən hərəkətlər etməliyik. Bu belə. İndi gəldik fizioloji əlamətlərinə görə hərəkətlər. Fizioloji əlamətlərinə görə hərəkətlər fizioloji əlamət. Görə hərəkət. Fizioloji əlamətlərinə görə hərəkətlər deyəndə isə buradan 4 istiqamət nəzərdə tutulur. 1. Deməli, maksimal. 1 maksimal. 2. Submaksimal. 3. Böyük şiddətli. 4.
Aşağı intensivlikli hərəkətlər. Aşağı intensivlikli hərəkətlər. Maksimal deyəndə maksimal hərəkətlər çox yüksək intensivlikli hərəkətlər nəzərdə tutulur. Məsəl üçün 20 saniyə qədər olunan hərəkətlər, məsəl üçün deyək ki, 30 metr, 30, 60, 100 metr qaçışlar. Ümumiyyətlə tək qaçış deyil burada, yəni 20 saniyə qədər olunan bütün hərəkətlər maksimal hərəkətlər adlanır. Maksimal. İndi gəldik submaksimal. Bunlar ən çox düşən mövzulardır. Bunları dəqiq yadda saxlayaq. Deməli, 20 saniyədən 5 dəqiqəyə qədər olan hərəkətlərin hamısı 20 saniyə 5 dəqiqə olan hərəkətlərin hamısı oldu submaksimal hərəkətlər. Bu hərəkətlər ümumiyyətlə hansı hərəkətlərdir? 400 metrdən 800 metr, 1500 metr qaçışlar və ya bu vaxt ərzində olunan hər hansı bir hərəkət. Yəni 20 saniyədən 5 dəqiqəyə qədər olan hərəkətlər, həmin vaxt ərzində olan hərəkətlər hamısı submaksimal hərəkətlərdir. İndi gəldik böyük şiddətli hərəkətlərə. Böyük şiddətli hərəkətlər 5 dəqiqədən 30 dəqiqəyə qədər olan hərəkətlərdir. 5 dəqiqədən 30 dəqiqəyə qədər olan hərəkətlər yuxarı şiddətli hərəkətlərdir. Böyük şiddətli hərəkətlər adlanır. Bu hərəkətlər hansı hərəkətlərdir? Yəni 5 dəqiqədən 30 dəqiqə ərzində bizim edə biləcəyimiz, məsəl üçün deyək ki, 3000, 5000, 10.000 metr qaçışlar və digər hərəkətlər. Bunlar böyük şiddətlidir. Böyük şiddətli ona görə adlanır ki, bunun vaxtı çoxdur və bədənə həddindən artıq fiziki yük verir. Ona görə bu böyük şiddətli adlanır. İndi aşağı intensivlikli hərəkətlər. Bu aşağı intensivlikli hərəkətlərin vaxtı bu göstərdiyimiz şiddətli hərəkətlərin hamısından çox olacaq. Ümumiyyətlə vaxt çoxaldıqca yadımızda qalsın, şiddət aşağı düşür, saniyə çoxalır. Şiddət amma aşağı düşəcək. Nətər? Məsəl üçün, bu aşağı intensivliklilər 30 dəqiqədən çox olan bütün hərəkətlərdir. Bütün hərəkətlərdir. İndi bu 30 dəqiqədən çox olan 1 saat da ola bilər, 2 saat da ola bilər. Ümumiyyətlə məşq effekti olmaq üçün idman məşqlərindən söhbət edir. 2 saata qədər olmalıdır. Bu insan orqanizm üçün daha çox fiziki yük verir. Bu da idman nailiyyətlərinin yüksək olmasına səbəb olur. Bunlar amma 30 dəqiqədən çox olan hərəkətlər, daha çox məsafələrə olan qaçışlar, məsəl üçün deyək ki, 15 kilometr və yaxud deyək ki,
Marafon. Marafonu bilirdik ki, kişilər üçün 42 kilometr, 42 kilometr 195 metr idi. Yəni bu hərəkətlər hamısı aşağı intensivlikli hərəkətlər adlanır. Yəni diqqətlə izaha baxdıqca çox asan bir şeydir, amma %100 düşəcək mövzularımızdandır bunlar bizim. İndi